Sizcə mən geriyə baxaraq irəliyə bilərəmmi? Təbii ki, yox. Bu zaman nə olacaq? Ya ayağım ilişəcək, ya ayağım büdrəyəcək, ya kiməsə dəyəcəm, yıxılacam və beləcə öz yolumdan qalacam. Bunu niyə deyirəm? Bəzən biz öz yolumuzla irəliləyirik və bir çoxları olur ki, bizim o yolda getməyimizə, o yolda irəliləməyimizə maneə olmaq istəyirlər və başlayırlar bizim etdiyimizi gözdən salırlar, olmayan davranışlar göstərirlər, haqqımızda nələrsə deyirlər, bizi tənqid edirlər, bizə xoş gəlməyən sözlər, fikirlər deyirlər, nifrətləri çoxaldıqca təhqirə keçirlər, etdiklərimizi ələ salırlar, istehza edirlər, bu da belə etdi, bu da bunu bilir və yaxud da bu gedən deyil, o yolu. Yəni bir çox ağla gələr gəlməz sözlər deyirlər və hər dəfə də biz bu eşitdiyimiz sözlərə görə dayanıb o insanlara cavab veririk, nəsə bir fikir bildiririk və yaxud da öz haqqımızı deyirik, özümüzü nəyisə sübut etmək istəyirik, təsdiq etmək istəyirik ki, yox belə deyil, belədir və biz nə edirik? Həm zaman itiririk, həm enerji itiririk və nəticədə nə olur? O insanlar qazanır, çünki bizim yolumuzu maneəsinə nail olurlar. İstəyirik ki, cavab verək, amma o yolumuzda irəliləməyi qarşıya qoymuşuqsa, başqasından dedikləri ümumiyyətlə bizə mane olmalı deyil. Bizim başqasının fikirlərinə ehtiyacımız yoxdur.